Adel xanım, sizi xoş gördük bizim oyunumuzda. Bizim Face of the Match müsabiqəmizin qalibisiz. Bu münasibətlə sizi təbrik edirəm. Hər adama qismət olmur və bu barədə ümumiyyətlə sizin təəssüratlarınızı almaq istəyirəm. Necə bu baş verdi? Necə seçildiniz və s. və ilaxır? Əslində bu şans məsələsi deyil mənim üçün biraz. Mənim dostlarım falan onlar kömək elədilər. Daha doğrusu mənim rəfiqəm atdı mənə ki, səni çəkiblər. Məni çəkiblər, yarışmadır. Mən öz story bölümümdə paylaşdım onu. Bir gördüm ki, kommentə gəlir 4 nömrə, 4 nömrə eləlir qalib oldu. Əslində bizim əsas məqsədimiz də məhz bundan ibarətdir ki, daha geniş çevrəyə bunu göstərək. Çünki bu yeni bir mədəniyyətdir. Azərbaycanda belə bir şey yoxdur uşaqlar və biz bunu Azərbaycanla ilə birlikdə məhsullar üçün eləyirik. Adel xanım, ilk 2 hissəyə baxdıq. Təəssürat necədir? Çox həyəcanlı, amma çox yaxşı. Çünki qabaqdayıq. Əsas odur. Siz sabah basketbol komandası hazırkeşi eləyirsiniz. Saç rənginizdən hiss olunur qaqras. 3-cü və 4-cü dövrələrdən nə gözləyirsiniz və ən əsası sizcə oyunun ən yaxşı kim olacaq? Mən düşünürəm ki, biz qalib olacağıq. Çünki bizim komanda daha aktivdir, ataklarda daha üstündür. Digərləri kimi bir yerə baxıb başqa yerə atmır. Belə problemlər yoxdur, şükür. Məncə qalib olacağıq. Hələ ki, ən yaxşının kim olduğu barəsində tam belə bir fikrim yoxdur. Ola bilər ki, Simpson olsun 23 nömrə. Qəşəng. Samson, straight.